Xoş gördük, hörmətli izləyicilərimiz. Günün nəbzinə uyğun olaraq ölkədə və dünyada baş verənləri sizinlə paylaşmaqdan məmnuniyyət duyuruq. Odur ki, bizdən ayrılmayın. Kanalımıza abunə olub, bəyənməyi və paylaşmağı unutmayaq. Keçək xəbər lentimizə. 21 noyabr 2025-ci il tarixində Hürriyyət qəzetinin baş redaktoru və Hürriyyət TV-nin aparıcısı Vüqar Məmmədov, Tofiq oğlunun qanunsuz həbsi ilə bağlı qəzetin baş direktoru Cəsur Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya müraciət ünvanlamışdı. Hürriyyət.az xəbər verir ki, Cəsur Məmmədovun həbsdə olan baş redaktorun qardaşı olaraq ünvanladığı müraciətə 6 mart 2026-cı ildə rəsmi cavab gəlib. Ombudsman aparatının rəhbəri Aydın Səfxanlı tərəfindən göndərilən məktubda vurğulanır. Qardaşınız Məmmədov Vüqar Tofiq oğlunun saxlanıldığı təcridxanada Ombudsmanın Milli Preventiv qrupunun üzvləri tərəfindən qəbul edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə ünvanladığınız müraciətlə bağlı bildiririk ki, Vüqar Məmmədov müvafiq görüş siyahısına əlavə edilmiş. Növbəti başçəkmələr zamanı onun qəbul olunmağı nəzərdə tutulmuşdur. Qeyd edək ki, Ombudsman Səbinə Əliyevaya müraciətdə baş redaktor Vüqar Məmmədovun azadlıq hüququnun pozulması bildirilmiş. Ombudsman institutundan xahişim odur ki, Vüqar Məmmədovun işində azadlıq hüququnun, ədalətli məhkəmə araşdırması hüququnun və ifadə azadlığının təmin olunması məqsədi ilə monitorinq aparılsın. İstintaq orqanından tələb olunsun ki, saxlanılma qərarının zəruriliyi və proporsionallığı, ittihamın faktiki əsasları, əməliyyat tədbirinin legitimliyi və prosesual normaların gözlənilməsi barədə aydın məlumat təqdim olunsun deyə qeyd olunmuşdu. Təəssüflə qeyd edirik ki, Ombudsman aparatının təxminən 4 ay sonra verdiyi cavab məktubunda belə Vüqar Məmmədovun hansı tarixdə qəbul olunacağı ilə bağlı dəqiq məlumat bildirilmir. Vüqar Məmmədov müvafiq görüş siyahısına əlavə edilmiş. Növbəti başçəkmələr zamanı onun qəbul olunmağı nəzərdə tutulmuşdur. İfadəsi özündə açıq-aşkar qeyri-müəyyənlik əks etdirdiyindən bu görüşün yaxın tarixdə baş tutacağına inam da azdır. Çox güman ki, Ombudsman aparatı 4 ay sonra cavab xatirinə belə məktub göndərməklə sadəcə vətəndaşı, yəni baş direktoru yola verib. Bütün bunlara baxmayaraq, yenə də ümid edirik ki, Ombudsman aparatının əməkdaşları qanunsuz yerə həbsə atılan Vüqar Məmmədovun hüquqlarının müdafiəsi istiqamətində müəyyən addımlar atacaqlar. Əks halda, Azərbaycanda Ombudsman institutunun mövcudluğuna nə ehtiyac var ki?